İlk növbədə bu bilirsiniz ki, komitə bu planlaşma və memarlıq üzrə mərkəzi hakimiyyət orqanıdır. İndi buna baxmayaraq bir sıra yerli icra hakimiyyətlərinin səlahiyyətləri də komitəyə müvəqqəti verilmişdir də. Bilirsiniz ki, 2018-ci ilin avqustun 1-dən Bakı üzrə tikinti icazə, istismar icazə komitəyə verilmişdir. Həmçinin də azad olmuş ərazilərdə də torpaq ayrılmaları, tikinti icazə, istismar icazə, bildiyiniz kimi orada yerli icra hakimiyyətləri olmadığı üçün, hələlik orada məskunlaşmadıqları üçün bunu da komitə həyata keçirilir. Qısaca ilk növbədə Bakı ilə bağlı mən deyərdim ki, 2018-ci il demək olar ki, ilin sonunda olduğu üçün o bəlkə də o rəqəmlər belə də qalan illərin müqayisə olması deyil. Həm də ki, 19-20-ci illərdə bilirsiniz ki, ölkə rəhbərinin sərəncamına əsasən bir sıra MTK-ları sadə qaydada demək olar ki, istismara verilməsi mexanizmi təsdiq olunmuşdur. Və həmin illərdə yalnız Bakıda bir il ərzində 8 milyon kvadrat metr sənədləşdirilmişdir. Və bununla bağlı da statistik rəqəmlər kimi baxırsa, 18-ci ildə, hətta deyərəm 18-19-cu illərdə böyük sıçrayış var adam başına olan təminatda. Əgər 18-ci ilə qədər adam başına 17,6, 17,5 demək olar ki, 18-ci ildən əvvəlki baxsaq 13 ildən 18-ə qədərdir. Rəqəm dəyişmədən də qalırdı. Demək olar ki, belə çıxırdı ki, Azərbaycanda tikinti getmir rəqəmlərdən. Bu da ondan irəli gəlirdi ki, bu statistikalarla bağlı bilirsiniz ki, həm təşkilatlar tərəfindən, həm də sifarişçilər tərəfindən iş başa çatandan sonra, istismara icazə veriləndən sonra bu barədə statistika məlumat verilməlidir. Artıq buna çox vaxt riayət edilmədiyi üçün görürsünüz ki, statistika məlumat verilməməyinə görə heç bir ştraf sanksiyası yoxdur. Ona görə çoxsu vermir məlumatı. Biz ilk növbədə bilərəkdən ki, hətta ki, Azərbaycanın mən MDB ölkələrin iclaslarına gedirdim hər il. Bu hər bir ölkədə keçirilir də. Hər dəfə mən özüm də məhdəl qaldım ki, niyə bizdə, hara baxırsan bizdə tikinti gedir. Ancaq rəqəmə baxırsan gələ 17-dir də adam başına da. Halbuki qalan ölkələrdə, hətta biz sayırıq ki, çoxdur bizdən belə varlı olmayan ölkələrdə, Belarusiyada, qalan ölkələrdə 26, 26,5 və belə rəqəmlər gedir. Bunu biz statistika komitəsindən bu məsələni müzakirə edirik və bizə səlahiyyətlər veriləndən sonra həm Bakı, həm də ki, Qarabağda birbaşa səlahiyyətləri öz boynumuza götürmüşük ki, Bakıda nə tikinti gedirsə, komitə özü verəcək məlumatları statistika komitəsinə. Baxmayaq ki, sonradan əgər statistika komitəsi bunu dəqiqləşdirmək istəyirsə, həmin təşkilata da müraciət edə bilər. Ancaq bizdə həmin sənədlər onsuz da var. Yəni ki, bununla bağlı 19-dan sonra çox böyük belə fərq var və biz işçi qaydada da hər il işləyirik. 2024-cü il üçün hələ rəqəmlər bilirsiniz, hələ dərc olmayıb. Ancaq mən sizə deyə bilərəm ki, artıq adam başına olan təminat ümumi mənzil sayəsindən də ölkə üzrə 22-ni keçib. Bakıda isə 25-i keçib. Hətta mən ola bilər ki, dəqiqləşmə hədəfi aparırlar onlar. Yarım illik qutarından sonra dəqiqləşmə aparırlar ki, son bizim rəqəmlərimizi hələ oraya salmayıblar. Bəli. Ancaq mən söyləyeyim ki, rekordsmentlər də var və çox adam üçün mən bəlkə maraqlı olar. Götürək, birinci yerdə Naxçıvan gedir. 30 kvadratdan çoxdur. Bir adama düşən kvadrat metr. Çox vaxtı bizi Avropa ölkələrində müqayisə edirlər ki, Avropa ölkələrində 35-dir, 30-dur, 40-dır. Bizdə indi 22-25. Bir şey heç vaxt fikir vermirlər də ailə tərkibinə. Macaristanda ailə tərkibi, yəni bir mənzildə, bir evdə yaşayan ev təsərrüfatı deyirlər onlar, household, 2,4 nəfərdir. Məsəl üçün, götürək, Fransada 2,7. Bizim qonşu ölkələrdə, Rusiyada, Belarusiyada bu 3-dən aşağıdır. Yəni 3-dən aşağı onu göstərir ki, əhali artmır, qocalır və uşaqların sayı azalır. Azərbaycanda isə ölkə üzrə bu 4, kənd yerdə 4,1, yalnız Bakı üzrə 3,8-ə düşmüşdür və biz baş planında əksəlmişik də. Yəni orta hesabla 4-dür. Ona görə siz götürsünüz, hətta Bakı, Azərbaycan üzrə ümumi rəqəmi 22 kvadratı götürsünüz, vurun onu 4-ə, bu olacaq 88, Bakıda 100. Yəni ki, bir ailənin yaşadığı mənzil və yaxud ev ən az 100 kvadratdır. Halbuki
o xaricdəkinin 35-i vursa 2,4-ü yenə həmin rəqəmi çıxacaq. Hətta mən deyərəm ki, Avropa ölkələrinin əksəriyyətindən 1-2-3 dənə belə lap belə varlı ölkələrdən mən deyirəm, Lüksemburqda, Belgiyanın çıxmaq şərti ilə qalan ölkələrdə Azərbaycan fərqlənmir. Hətta mən deyərəm ki, bəlkə bizə Lüksemburqa da çatmışıq. Bizdə sadəcə fərdi evlər, əsasən kənd yerlərdə, qəsəbələrdə, lap Bakının özündə, Abşeronda tikilən fərdi evlərdən bağlı. Bilirsiniz ki, dəfələrlə belə işçi komissiyalar yaradılıb ki, bunu nəsə eləyək də, ancaq axıra çatıra bilmirik bunu da. Ancaq biz bilirik ki, nə qədərdir? Çoxdur. Mənim fikrimcə, əgər o yalnız Bakıdakı fərdi evləri qeydiyyata salsalar da, Bakının özünü 30-u keçəcək. Bu minimumdur ya, 30-u keçəcək. Onlar bəlkə də 35-ə yaxınlaşacaq. Bunu mən minimal deyirəm. Yəni, Bakıda reallıqda 30-dur. Bu nəyi göstərir bizə? Bu onu göstərir ki, ümumiyyətlə Bakıda və Azərbaycanda evə çox böyük ehtiyac yoxdur. Və paradoksal da olsa, yoxdur. Sadəcə bizdə o ən böyük problem ev mənzilində. O, belə deyərdim də, orta səviyyədən aşağı nətədir, az təminatlı ailələr var. Problem onlardadır. Yəni ki, qalan ailələr orta təminatlı və ondan yuxarı təminatlı adamlar üçün bizdə mənzil problemi ümumiyyətlə yoxdur. İndi demək istəyirəm, çoxumuz, məsəl üçün, ətrafıza baxsınız, yaxın qohumlardır, görəcəksiniz, hərəsinin 2-3 dənə evi var bəlkə də. Bağ evi adından, başqa evi adından. Ancaq böyük problem odur ki, az təminatlı adamlar, hansı ki, orta əmək haqqından az alırlar, onların orta aylıq əmək haqqı 1 kvadrat metrin qiymətinə çatmır. Bunlarla nə etmək lazımdır? Problem biri budur. Bakı üzrə mən hətta son 2 ili deyə bilərəm sizə, 23-cü ildə Bakıda istismar verilənlər məndən, biz tikinti icazə demirəm, ona görə ki, bütün dünyada istismara icazə verilmiş kvadraturlarla da müqayisə edirlər də. Yalnız Bakıda bizim komitənin baş dairəmiz tərəfindən verilən icazələr deyirəm. Halbuki bizdən başqa bu bayaq qeyd olundu ki, pilot layihələr də var. Onlar da tədricən başa çatmaq üzrədir. MİDA var, özü ayrıca hesabatlar verir. Yalnız Bakı üzrə 2023-cü ildə 6443 mənzil istismara verilib. Bu 481.000 kvadratdır. 643. Bəli, bu yalnız çox mənzil binalardan gedir. Fərdi evləri ayrıca verirlər. Ancaq 2024-cü ildə, halbuki mən çox vaxt mediada işləyirəm ki, 2024-də tikinti azalır falan. Ancaq 2024-də çox gülməlidir ki, bizdə 2023-cü ildən 2 dəfə artıq verilib. 11.000 mənzil verilib istismara. 933.569 kvadrat. Bəli. Yəni o kağıtlarda verilmiş icazələr əsasında tikilib. Yəni nə qədər başa düşdüm. Mən bir şey deyə bilərdim sizə ki də, bunu göstərmək üçün ki, bu səlahiyyətlər bizə 2018-ci ildən verilib və ölkə rəhbərinin 2019-da olan sərəncamına görə yadınıza salıram ki, o vaxt ki, çoxlu sayılı MTK-lar binalar tikmişlər ki, sənədləşmə işlərini tamamlamamışlar, axıra çatdırmamışlar. Deməli, onların içərisində amnistiyamda 2019, sonra da 2020-ci ildə də 3 ayda onu uzatdılar da. Həmin il biz Bakı üzrə 308 MTK sənədini sənədləşdirmişdik. Bu təqribən 80.000 mənzilə yaxındır. 79.000 nə qədərsə. Yəni, demək olar ki, köhnə işlərin 90%, mən demirəm hamısını, 90%-ni biz 2019-2020-ci illərdə bağlamışıq. Ona görə ki, hər hansı bir tikinti, burada oturan hamısı əksəriyyəti tikinti işlərdə, bilirsiniz ki, o 16 mərtəbə bina tikirsinizsə, 2 ilə bu binanı tikib qutarmaq olur. Yəni ki, üst fasadını bağlamanı və satış gedir. Düzdürmü də? Yəni ki, 2018, 19, 20-ci illərdə bu əvvəllər olan tikinti işlərin 90% bağlanıb. Düzdür, onların içərisində bir 10% qalıb ki, Elxan müəllim də bilir ki, biz o sənədlə ki, sənədləşdirəndə təqribən 71 MTK qaldı ki, onların yerləri tapılmadı, bəziləri tutuldu, bəziləri qaçdılar və o işlər üzrə orada cüzi əsasən də belə deyək də fövqəladə hallar tərəfindən qaldırmış məsələlər vardı ki, yanğın siqnalizasiyası yoxdur və yaxud 3-4 girişli binadırsa, girişlərin bir hissəsində liftlər qoyulmayıb, filan, bunları başa çatdırmaq tələbi qoyuldu, adi tələblərdir. Ancaq ki, bir yer olmadığı üçün, bugünə qədər o 71 dənə MTK-da yanından çıxmayıbsa da, bu vaxtacan
qalıb boynumuzun üstündəki onlar da var. O da artıq 1 milyon kvadrat edir, əgər onları da sənədləşdirsək. Və Qarabağda da bilirsiniz ki, eyni zamanda Qarabağda da gedir. Qarabağda birinci illər 2021-ci ildən bu səlahiyyət bizə verilib. Ancaq ki, mən deyərəm 2021-də bəzi icazələr versək də, mənzil, yəni ki, ev tikintisinə bağlı 2022-dən başlanıb tikinti icazələr verilmək. Burada mən istismar icazədən çox tikinti icazələrdən danışardım. Ona görə ki, istismar biraz burada gecikir. Burada həm də ən böyük amillərdən də biri də ki, torpaq sahələri tam sənədləşdirmək olmur. Min işlərini görə filan belə görürsünüz ki, təmizlənir, ancaq sertifikatı gec verilir. Ancaq burada da artıq bugünə, mən demək istəyirəm ki, bu mayın 1-nə olan məlumatda da artıq 10.048 ev və ya mənzil üçün tikinti icazə verilib. Bu da 924.000 kvadratda, 1 milyon kvadrat da burada verilib. Yalnız bu 4 mənzil içərisində. Qarabağda, azad olmuş ərazilərdən gedir söhbət. Və bir dənə qısaca mən tendensiya da deyə bilərəm şəkildə, biz bu 18-ci ilə qədər olan pilot layihələri də bizdə var. Pilot layihələrlə bağlı 2016-cı ildə bilirsiniz ki, Nazirlər Kabinetinin 3 dənə qərarı oldu. Əvvəl bu şamil olundu Sabunçu rayonuna, sonra ikinci qərar Binəqədi ilə Qaradağ rayonuna və sonuncu sərəncam da qalan 9 rayona. Və həqiqətən də bu ideya yaxşı idi ki, hər rayon icra hakimiyyəti öz imkanlarını istifadə etmək, öz belə deyək də tanıdığı adamlardan bu tikinti potensialını belə deyək də cəlbləsinlər və tez bir zamanda belə deyək ki, bu müəyyən problemlər tez həlləsinlər. Bu ideya özü yaxşı olsa da, təəssüf ki, bəzi belə də subyektiv şeylərdən alınmadı. Ən əsas problemlərin biri o oldu ki, bu rayon icra hakimiyyətlərində heç birində bu işi icra edən bir potensial yoxdur. Yəni ki, bir memarlıq planlaşma bölməsi şöbəsi olmadı. Onun ki, tarix boyu bu Bakı İcra Hakimiyyətində olub və bunlar çoxsu belə deyək ki, biraz pərəkəndə getdi. Və hətta mən deyərdim ki, Nərimanov rayonunda, Nizami rayonunda, Xətai rayonunda bizdə bir sıra obyektlər var ki, orada 2 dənə sərəncam var. Bakı İcra Hakimiyyətinin sərəncamı da var və rayon İcra Hakimiyyətinin sərəncamı var, üstə düşüyor və bugünə qədər də məhkəmədədirlər, bilmək olmur ki, kim əsasdır. Məsəl üçün, şans MTK var, filan var, belələr deyə bilərdim də. Düzdür, əvvəldə olanlar, 16-cı illərdə əvvəl lap yaxşı başlandı. Hətta mən deyərdim ki, ən uğurlu, mən yanında qaldığı MTK-lardan, məsələn, Suraxanda etibarlı MTK var, burada var, burada iştirakçı yox. Ən uğurlu layihələrin deyərdim biri odur. Ancaq əksəriyyət layihələr həm torpaq sahələrinin düzgün olmadığından, sonra siyahılarda rayon icra hakimiyyətləri verirdilər Nazirlər Kabineti bir siyahıları ki, bu qaza, köhnəlmiş binalar bunlardır. Sonra biz araşdıranda gördük ki, daha çox maraqlı satış olan yerlər söküblər, köhnə yerlər qalıb. Yəni ki, onların içərisindən bir dalda qalanlarla heç bir marağı yoxdur. Bəlkə indi də fikir versiniz, geçsiz pilot layihələri. Görəcəksiniz ki, küçəyə çıxan tərəfdə 2 dənə yaxşı bina qoyublar. Gedin həyəti görəcəksiniz ki, 3-4 dənə bina orada yetim kimi qalıb içəridə və bununla indi heç kəs məşğul olmaq istəmir. Nə o rayon icra hakimiyyəti məşğul olmaq istəmir, nə də o MTK məşğul olmaq istəyir ki, adlı qoyub ki, ona çıxmaq istəmirlər. Halbuki əvvəldən bunları görə verilmişdir ki, bu adamlar çıxardacaqlar. Və 300 dənə belə sərəncam olub MTK-larla bağlı məlumat üçün deyə bilərimsə, bu işləri araşdıranda və görəndə ki, negativ hallar çoxalır, bu barədə biz məlumat veriləndən sonra administrasiya bu işə sonra 19-cu ildə bu işdən qərar çıxdı ki, bu dayandırılsın və araşdırılsın. Və 300 MTK-dan hal-hazırda 112-si icra olunur. 112-si qalıb qüvvədə siyahılarda. Onun da yarısı qutarıb, yarısı qutarmayıb. Hətta deyəlim, onun içərisində bir sıra obyektlər də var ki, yarımçı qoyub çıxıb gediblər. İndi heç kəs ona cavab vermir. Biz indi onu prokuraturayla, korrupsiya idarəsindən onun yollarını axtarırıq ki, nətər onu axıra çatdıraq. Tikinti işlərini qısaca deyə bilərdim. Burada tikinti təşkilatçısının maraqlı olaraq ki, hansı amilləri bizə fikir verilir torpağa? Bizdə birincisi baş plan var, bilirsiniz. Bu artıq internetdə baxa bilərsiniz ki, qırmızıdan göstərən yerlər, rekonstruksiya olunan yerlərdir. Yəni çox mərtəbə, çox mənzil binalar tikilən ərazilərdir. Ancaq baş plandan başqa, burada başqa amillər də vardır. Birincisi, tikintiyə başlamaq üçün torpaq sahəsi olmalı investorda. Bu da bilirsiniz ki, çox problemdir. Onun gibi Bakıda artıq 98-ci ildən bu ölkədə islahat gedəndən sonra bizdə boş torpaq yoxdur ki, deyim ki, filan yer boşdur, gedin orada tikinti. Demək olar ki, bütün o torpaqlar yaşayış üçün olan torpaqlar.
bir qismi hardasa təqribən bir 800 hektarı mən deyərdim çıxmalı. Bu köhnəlmiş sənaye ərazilərdir ki, hansı ki ona yerlər dəyişəcək və ola bilər ki, orada icazə verilsin, onlar çıxarılandan sonra. Bir ki, neftlə, zadla belə də çirklənmiş ərazilərdir ki, orada təmizləmə getməlidir ki, ilkin olaraq, sonra artıq onun baş planından növbəti mərhələdə tikinti yaşayışa cəlb etmək olsun. Və bununla bağlı birinci problem budur. İkinci problem, şəhərin mühəndis kommunikasiya məsələsi. İş olsunadır ki, bizdə ən böyük problem, deyərdim ki, kanalizasiya məsələsidir. Yeraltı olduğu üçün çox adam buna fikir vermir və buna belə də demək olar ki, bu məsələ ancaq ən böyük problemdir. Mən deyərdim ki, reallıqda bizdə Bakının ərazisinin 50% kanalizasiya olunur. Qalanlar hamısı demək olar ki, belə deyək də, çox vaxt deyirlər, lojna urbanizasiya deyirlər, çoxsu qalanları o təmizləyici qurğuya getmir. Ya harasa tökülür, ya göllərin ətrafındasa göllərə tökülür. İkincisi, yağış kanalizasiyasıdır. Bizdə yağış yağandan yaxşı ki, bizdə, yaxşı demək istəyirəm məcazi mənada ki, bizdə çox da belə rütubətli iqlim deyil də. Yəni ki, bizdə yarım səhra zonası var, yoldaş dedi ki, bizdə bu məsələ çox nədir, az su. Bizdə ildə 1-2 dəfə yağış olur ki, belə hamı belə bu barədə danışır. Sonra bir həftən quruyan kimi də bu yaddan çıxır da. İş olsun ki, yağış kanalizasiyası özü də bizdə, o da axıra çatdırılmayıb. Hətta Sovet vaxtı olan kanalizasiya xətləri də ya yollar təmin olunanda bağlanıb və yaxud da qalan hissələr isə təsərrüfat kanalizasiyasına qoşulub. Onun üçün də bizdə o kanalizasiyanın özü də dolanda bilirsiniz ki, dənizə də atılır, həm Zıq gölünə atılır, Böyük Şora atılır və digərdən atılır. Bununla bağlı hal-hazırda Su Agentliyi böyük bir layihə hazırlayıb, biz ilkin razışmalarla, belə də onlarla baxırıq o işlərə və onlar bu məsələni qaldırırlar ki, ilk növbədə Bakıda təmizləyici qurğuların, basenlərin sayını çoxaltmaq lazımdır, gücləndirmək lazımdır. Bir də ki, böyük kollektorlar tikilməlidir. Bu ancaq dövlət tərəfindən tikilə bilər. Bu investor üçün maraqlı olan deyil. Ona ki, bunlar faktiki o kollektor, yeraltı kollektor tikmək, tunel, mikrotunel kimi də bu faktiki mən deyərdim kiçik bir metro tikmək kimi bir şeydir. Yəni ki, investor onun sahəsi vardı, 2 hektar, 20 hektarda. Biz buna deyə bilmərik ki, 20 kilometrdə kollektor tikilən filan qiymətlərdə. Bu ancaq bunluqdur. Onun üçün bu məsələ dövlətin üstünə qalıb və bununla bağlı çalışır. Bilirsiniz ki, nəqliyyat məsələsi də var, metro ilə bağlı. Onu da bilirsiniz, bu yaxınlarda bir proqram qəbul olundu. Ölkə rəhbəri təsdiqlədi ki, yaxın 5 ildə 10 dənə stansiya metro tikilməsi qərara qəbul olunub və digər bir təqribən 25 dənə də magistral yolun tikintisi davam edəcək Bakıda. Bu, qısaca bu işlərlə bağlı mən deyərdim. İndi qayıdıram ki, bugünkü məsələyə ki, deməli, tendensiyalar, burada yeni gözləntilər, mən deyərdim ki, bir dənə də maraqlı bir tendensiya var ki, son vaxtlar orta hesabla bir mənzilin sahəsi azalma prosesi gedir bizdə. Əgər məsəl üçün 2018-ə qədər, hətta pilot layihələrində biz baxsaydıq ki, orta hesabla bir mənzilin sahəsi 109-110 kvadratdan çoxdur, hal-hazırda artıq mən deyərdim ki, bütün bu bizdə olan, Bakı üzrə olan məlumatlarla mən deyə bilərdim ki, 2018-dən 2025-ci ilin bu birinci rübni sayısı o, orta hesabla bir mənzilin sahəsi 85,4 kvadrata düşüb Bakı üzrə. Və bu getdikcə də azalmağa gedir. Yəni, demək olar ki, bizə gələn layihələrdə mən fikir verirəm ki, əsasən 1-2 otaqlı mənzillərin sayı çoxdur. Tələb yox, bu yəqin qiymətlə bağlıdır. Ona görə ki, tələb hələ... Bəli. 4 otaq demək olar ki, heç mən görməm son vaxt ki, kimsə tiksin. Və bununla bağlı mən deyərdim ki, bu bayaqki söküntü məsələsi ilə bağlı mən fikrimi deyə bilərəm ki, başqa ölkələrə bu bizdə olan problemlər əsasən postsovet ölkələrində var. Başda hamısında biz bunu izləyirik də. Onlar da bilirsiniz ki, ayrıca qanun qəbul etməklə bundan çıxırlar vəziyyətdən ki, səs vermə yolundan, məsəl üçün Moskvada
renovasiya qanunu var ki, 3/2 hissəsi üstəgəl bir nəfər səs verirsə, da qalanların fikrindən daha soruşmurlar. Hamısı çıxmalıdır bir mənalı. Və tikinti sahəsi də orada böyük bir faiz yoxdur. Demək olar ki, hələ həmin sahəyə uyğun verirlər. Türkiyənin özündə də biz bunu öyrənmişik. Türkiyənin özündə də hətta mənə üçün maraqlı oldu ki, bəzi hallarda onlar sökülən evdən də az verirlər. Ona görə ki, sayırlar ki, bu ev onsuz da dağılıb gedir də 70 ildir və məsələn təzə ev verirəm, hansı ki, ən azı bir 100 ildə yanacaq. İş olsun ki, bütün bu kapitalist ölkələrində bir şey də var da, biz buna fikir vermirik. Sığorta amili var. Orada hamı öz mənzilini sığortalayır və dövlət çox da bu işə başı ağramır bu könülmüş evədə. Bizdə bu sığorta məsələsi bilirsiniz ki, hələ cəmaət yapışmır bunu, elə güclə deyirik, ancaq ki, eləmirlər. Hamı o köhnə Sovet sosialist ölkəsi kimi deyirlər ki, hökumət verməlidir. Yəni bu məsələ çox ciddi məsələdir. Bununla bağlı bayaq Məhəyyət müəllim o bizdəki praktiki təcrübədən danışdı. Bugünkü gün yalnız bu məhkəmə prosesidir. Əgər ola bilər də həmişə 100 nəfərdən bir 5 nəfər adam tapılacaq ki, o deyəcək mənə ayrıca yanaşma olmalıdır da. Hamı bir verirsə, mənə 5 verməz. Bu var. Biz bunu izləyirik. Pilot layihələrində də belə olub, indi də belədir də. Ancaq mən tövsiyə edərdim ki də, bu adamlarla bağlı siz onlara ki 2 qat, 3 qat, 4 qat verirsiniz ki, özünüzün işinizi getsin deyənə, bu yaxşı siyasət deyil. Lazımdır prinsipal olmaq. Düzdür. Bayaq mən qeyd elədim yoldaş ki, düz deyirsiniz ki, evdən, mənzildən böyük fərq var. Bir var ki, mənzil heç təmir də eləmir, başını açır. Bir də var ki, adam əziyyət, pul xərcləyir, güclü mebel qoyub, nə edib? Fərq olmalıdır bunların arasında. Fərq olmalıdır. Bu fərqi nəzərə almaq lazımdır. Ancaq çox vaxtı görürsünüz ki, heç bir belə də məntiqə uymayan belə şeylər çıxış edir ki də, bizdə bir-ikisində mən özüm də istəkləmişəm. Hətta pilotların əvvəlində biz də kömək edirdik təsərrüfatlara. Gördük ki, hamıya 3 otaqlı evə 180, 220, 250 min veriblər də. Biri deyirəm ki, mən 800 min verməlisiniz, mənim atamın ruhunun iyi var, burada filan var, belə şeylərlə başlayıb belə də. Və hətta özümüz təcrübədə qaldıq ki, deyirlər ki, qonşu evdən səni bir dənə mənzil alaqda, 3 otaqlı yox, 4 otaqlı təmin, heç nə razı olmur. Belə şeylər var. Belə hallarda bu işin qabağını kəsmək üçün mən məhkəmə yolu. Niyə görə? Əks halda mən sanırım ki, digər adamlar var, çıxmış adamlar var. Onlar hamısı belə də aldadılmış kimi istəyirlər ki, nə oldu? Bu direndi, bu qədər aldı, biz ala bilmədik də.